Hüquq müdafiəçisi Vidadi İskəndərov barəsində 2 aylıq həbs qərarı çıxarılıb və bu qərardan apellyasiya şikayəti verilib. Bu barədə Mediaforum xəbər saytına hüquq müdafiəçisinin vəkili Akif Əlizadə məlumat verib. Vəkilin sözlərinə görə ötən ilin noyabrında keçirilən parlament seçkisinə müdaxilə etməkdə ittiham olunan və haqqında 2 aylıq həbs qərarı çıxarılan deputatlığa keçmiş namizəd hüquq müdafiəçisi Vidadi İskəndərov saxlandığı Bakı şəhər baş polis idarəsinin müvəqqəti saxlanma məntəqəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Vidadi İskəndərov ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir. Ötən il parlament seçkiləri zamanı seçkilərdən 2 gün əvvəl ölkədə baş verən proseslər və baş prokurorluğun qanunsuz əməlləri barədə televiziyada çıxış edib. Bundan sonra onun barəsində ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin İstintaq qrupu seçki prosesinə müdaxilə ittihamı ilə cinayət işi açıb, deyə vəkil bildirib. Qeyd edək ki, 2010-cu ilin noyabrın 7-sində keçirilən parlament seçkisində Vidadi İskəndərov 89 saylı Ağdaş Göyçay seçki dairəsindən deputatlığa namizəd olub. Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İskəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə sahil bağında təşkil etdikləri miting zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.